Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina ve mevlana Ebel Kasım Mustafa Muhammed ve alihi teyyibina tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Euzu billahi mineşşeytanirracim. Euzu billahi semel alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Esselamu aleyke ya emirel mu'minin Ali ibn Abi Talib. Esselamu aleyk ya vəsiyə Resulullah. Hər birinizi əvvəla cümə günü münasibəti ilə təbrik edirəm. Allah dua və ibadətlərinizi qəbul etsin və o cümlədən dünən Qədirxum bayramı idi. Bu bayram münasibəti ilə bütün müsəlmanları təbrik edirəm. Allah Həzrət Əli əleyhissalamın dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Bizləri onun vilayətində sabit qədəm eləsin. Bizləri onun gətirdiyi mənəviyyatında sabit qədəm eləsin. Allah bizləri o həzrətdən heç bir zaman ayrı salmasın. Onun həqiqi muhiblərindən, yəni sevənlərindən qərar versin. Allahdan istəyirəm ki, hamımız bir yerdə, qiyamətdə, cənnətdə Həzrət Əli əleyhissalamın yanında əyləşək, onun söhbətlərindən bəhrələnək, onun yaxınlarından olaq. Allah bizim övladlarımızdan Əli əleyhissalam, Əhl-Beyt düşməni qərar verməsin heç bir zaman. Və kimlər ki, Həzrət Əli əleyhissalama qarşı çıxırlar, qarşı çıxmaqdadırlar, istəyirlər ki, bu həqiqəti örtbasdır eləsinlər. Allah bu həqiqəti apaydın şəkildə bütün dünyaya inşallah göstərsin. Həzrət Əli əleyhissalamı tanıtdırsın. Təbii ki, fərq eləmir. Məzhəbindən asılı olmayaraq, istər Şiə məzhəbi, istər sünni qardaşlar, hamısı Həzrət Əli əleyhissalamı qəbul edirlər, sevirlər. İndi Qədirxumu da qəbul edirlər. Fərqli izahlar versə də Qədirxumu qəbul edirlər və indi onların da düşüncəsi odur. Amma sevgisi var, məhəbbətlər var. Söhbət, bu bizim öz ixtilafımızdır, özümüz həll eləyək. Yəni, o kəslər ki, Şiə və sünni arasında düşmənlik yaratmaq istəyirlər, bilərəkdən ümumiyyətlə Həzrət Əli əleyhissalama az qala təhqir eləyirlər, nəuzubillah. Bu yerə gəlib çatdılar, bu işi görürlər. Allah onları tezliklə cəzalandırsın və müsəlmanların arasında mehribanlıq, müsəlmanların arasında sevgi yaratsın. Yenə qeyd edirəm, fərqli fikirlər də olsa, bu bizim öz aramızda olan bir məsələdir. Çünki bəzən Qədirxum bayramı keçirmək elə düşünürlər ki, Qədirxum bayramı ixtilaf yaradan bir bayramdır. Nə ehtiyac var Qədirxum bayramı açıb təzədən gündəmə gətirək? Bu bir ixtilaf yaradır. Biz də deyirik ki, bu ixtilaf yaradırsa, bu ixtilafı da yaradan Peyğəmbərdir. Ki, Peyğəmbər ən birinci Qədirxum çöllüyündə Həzrət Əli barəsində elə bir söz dedi ki, müsəlmanlar bilmədi ki, Mövla nə deməkdir. Onda Peyğəmbər ixtilaf yaradır. Və Peyğəmbər dedi ki, burada olanlar burada olmayanlara çatdırsın. Nə ehtiyac var Qədirxum barəsində danışasan, onu Peyğəmbər elə bir deyib də. Peyğəmbər ixtilaf yaradır. Ya Rəsulullah, nə ehtiyac? Peyğəmbər deyib, burada olanlar burada olmayanlara çatdırsın. Yəni, hər zaman Qədirxum həqiqəti insanlara çatdırılmalıdır, deyilməlidir. Bəli, fərqli izah eləyirsən, bu sənin öz işindir, fərqli izah gətirdin. Gələk bunu bəhs eləyək, aydınlaşdıraq. Bunu başa düşmək olar hardasa və burada ixtilaf öz ixtilafımızdır. Qardaşımla olan bir ixtilafdır. Amma bir də var ki, ümumiyyətlə Qədirxum Əhl-Beyt həqiqətini gizlətmək istəyənlər var. Bəzi məzhəblər, bəzi məktəblər Əhl-Beyt həqiqətini gizlətmək istəyənlər var ki, bunlar isə müsəlmanlığın düşmənləridir. Müsəlmana qarşı düşməndir. Məşhur Qədirxum barəsində, Qədirxumda nazil olan ayə
Maidə surəsi 3-cü ayədir ki, həmişə bunu danışmışıq və istəyirəm bu gün də bu barədə biraz fərqli yanaşma ilə danışım. Bugün bizim xutbəmiz, cümə xutbəmiz Qədr-ül Xuma həsr olunacaq. Necə ki, elanda da qeyd olunmuşdu. Biz o bir mövzunu, münacət mövzusunu saxlayırıq inşallah növbəti cümə xutbəsinə. Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəditu ləkumul İslamə dinən. Bu ayənin nazil olması hər bir məzhəb bilir ki, bu ayə Qədr-Xumda nazil oldu. Həzrət Əli əleyhissalamı Peyğəmbər o səhrada öz yerinə vəli təyin edəndə, Mövla təyin edəndə dedi ki, mən kuntum mövla fəhəzə Aliyyun mövla, mən kim mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İşim yoxdur, bu mövla sözü nədir? Mən ixtilaflı məsələlərə girmək istəmirəm. O başqa mövzu. Sadəcə əvvəldə qeyd etdim ki, bu mövzu ümumiyyətlə Qədr-Xum barəsinin bayramını keçirmək ixtilafa səbəb olmur bu. Bizim öz aramızda olan bir məsələdir. Həqiqətdə Peyğəmbər deyib çatdırın, mən də vəzifəmi yerinə yetirirəm və çatdırıram. Məsələ budur ki, bu hadisədən sonra ayə nazil olur ki, bugün sizin üçün sizin dininizi kamilləşdirdim. Əkməltu ləkum dinəkum, sizin dininizi kamilləşdirdim və neymətimi sizə tamamladım və sizin üçün İslamı din olaraq razı oldum. Yəni, din olaraq İslamı qəbul etdim, İslama razı oldum. Neymətimi tamamladım, daha doğrusu üzr istəyirəm, dinimi kamilləşdirdim, birinci buradan başlayaq. Dinimi kamilləşdirdim və neymətimi tamamladım. Dini kamilləşdirməkdən söhbət gedir, neyməti də tamamlamaqdan söhbət gedir. İki burada anlayış var. Kamal və tamam. Kamilləşdirmək və tamamlamaq. Din kamilləşir, neymət də tamamlanır. İndi bu barədə danışacağıq. Ümumiyyətlə, kamal dedikdə bir şeyin hədəfə çatması. Bir şeyin hədəfi var, bir kəsin hədəfi var, gedib o şeyə çatdı, artıq kamilləşdi. Kamala çatmaq deməkdir. Yəni, mənim həyatda bir hədəfim var, tutaq ki, onun üçün mən çalışıram, getdim, o şeyə çatdım, o hədəfə çatdım, kamilləşdim. Və yaxud da insanın ruhunun kamilləşməsi bir hədəf var, Allaha qovuşmaq. Allaha qovuşdu, məsələn, kamilləşdi. Tamam isə nədir? Bir şeyin başqa bir hissəsi ilə tamamlanması, bir şeyin başqa bir hissə ilə tamamlanması. Tam deyil. Naqisdən bu gəlir, başqa bir hissə ilə tam olur, məsələn. Ev tam deyil, niyə damı yox? Damı düzəldildi. Ev tam deyil, niyə qapısı yoxdur? Ev tam deyil, bir divarı yoxdur. Bunlar tamamlananda, bunlar evin bir hissəsi, digər hissəsi ilə tamamlanır, bir araya gələndə tamamlanır. Bu oldu tamamlıq. Buna deyərlər tamamlanmaq. Qədr-Xum sadəcə bir hadisə deyildi. Qədr-Xum bir yolun təqdimatı idi. Amma bu yol təkcə zahirdə ilahi bir rəhbərin təyin edilməsi də deyildi. Yəni, belə deyil ki, kimsə Qədr-Xumu qəbul etsə, o Həzrət Əli əleyhissalamın rəhbərliyini qəbul edib. Kim Həzrət Əlini qəbul eləməsə, kim Qədr-Xumu qəbul etməsə, o Həzrət Əli əleyhissalamın rəhbərliyini qəbul etməyib. Yəni, mən Qədr-Xumu qəbul eləmirəm, onda sən Əli əleyhissalamın rəhbərliyini qəbul etmədin. Yox, mən Qədr-Xumu qəbul eləyirəm, onda sən Əli əleyhissalamın rəhbərliyini qəbul etdin. Yəni, qəbul edən və etməyənlər iki hissəyə bölünür. Belə deyil ki, bu hadisəni qəbul edib etməmək təkcə sırf Həzrət Əlinin rəhbərliyi ilə məhdudlaşsın. Yox. O cür deyil. O cür deyil. Fərqlilik bu deyil ki, biri qəbul edir, biri qəbul eləmir. Söhbət buradan ali bir mənəviyyatdan gedir. Çox ali bir mənəviyyatdan gedir söhbət burada. Dəyərlərdən gedir. Qədr-Xum hadisəsini qəbul eləyənlər başqa bir mənəviyyata sahib olurlar. Qəbul etməyənlər isə başqa bir mənəviyyata. Qədr-Xumda Həzrət Əli əleyhissalamın rəhbərliyi təyin olundu. Yəni nə? Bir mənəviyyat yolu təyin olundu. Mənası budur. Bir mənəvi yol təyin olundu. Bir mənəvi həqiqət. İnsanlar mənəviyyat teşnəsidir.
Və qədirxum odur ki, orada bir mənəvi yol, sənin axtardığın, teşnə olduğun, əsarətdən çıxıb gəlib azad olursan, gözəl bir mənəviyyata sahib olursan. Qədirxum bir həm də mənəvi yol idi. Yəni təkcə rəhbərin qəbul edilib edilməməsi deyildi. Hansısa bir rəhbər, məsələn, Əli əleyhissalamın rəhbərliyinin qəbul edilib edilməməsi deyildi. Kim qəbul etmədisə, o deməkdir ki, həm də nə? O mənəviyyatı qəbul etmədi. Allahın təqdim etdiyi mənəviyyatı qəbul etmədi. Kim qəbul etdisə, Allahın təqdim etdiyi mənəviyyatı qəbul etdi. Çünki imamətlə, Həzrət Əli ilə artıq həmin o Peyğəmbərin təqdim etmək istədiyi mənəviyyat tamamlanır. O tamamlanır. Hamı İslam dinini qəbul edir. Peyğəmbəri qəbul edir. Hətta duanı qəbul edir. Hansısa bir duanı qəbul edir. Biz də qəbul edirik, onlar da qəbul edir. Peyğəmbər, sən də Peyğəmbəri qəbul edirsən, mən də Peyğəmbəri qəbul edirəm. Müəyyən bir dua ver, fərq eləmir. Bütün məzhəb o duanı qəbul edir. Sən də oxuyursan, mən də oxuyuram. Amma hiss olunur ki, qədirxumu qəbul etməyənlər o hadisəni tarixin, belə deyim, bir dərin qatında dəfn etməyənlər, gömməyənlər başqa bir mənəviyyata sahib olurlar. Yəni onlar, sən də mən də Peyğəmbəri qəbul edirik, Allahı qəbul edirik, amma misal, sənlə mənim aramda fərq var. Niyə? Çünki mən qədirxumu olduğu kimi qəbul edirəm. Məsələn deyirəm, təbii ki, sən olduğun kimi qəbul eləmirsən. Görünür ki, mən Peyğəmbəri başqa cür tanıyıram, mən Allahı başqa cür tanıyıram. Amma sən Allahı başqa cür tanıyırsan, sən Peyğəmbəri başqa cür tanıyırsan. Bu onu göstərir ki, qədirxumda bir mənəvi yol da var idi. Mənəvi bir xətt var idi. O mənəvi xətt ki, o mənəvi xəttin vasitəsilə Peyğəmbəri başa düşürsən. Peyğəmbərin mənəvi yolunu başa düşürsən, Allahın mənəvi yolunu başa düşürsən. Görürsünüz? Bu hadisəni qəbul edib etməmə məsələ insanın mənəviyyatının dəyişməsini gətirib çıxarır. İnsanı Allaha olan dünya görüşünü dəyişməyə gətirib çıxarır. İnsanın Peyğəmbərə olan dünya görüşünü gətirib çıxarır. Məsələn, bir misal deyə bilərsən? Bəli, misal deyim, tutaq ki. Misal deyim. Elementar bir misal da. Misal olaraq, Peyğəmbər özündən sonra heç kimi təyin eləmir, tapşırır insanların öhdəsinə. Biz də deyirik ki, yox, Peyğəmbər özündən sonra kimsə təyin eləyir. Allah öz rəhbərini, ilahi rəhbəri təyin eləyir. Siz də məsələm üçün deyirsiniz ki, yox, Allah ilahi rəhbəri təyin eləmir, insan öhdəsinə tapşırır. Mənim burada artıq Allaha baxışım başqadır ki, Allah istəyir ki, mən daha gözəl həyat sürüm və ona görə də özü yaxşı tanıdığı rəhbəri gətirib mənim üzərimdə təyin eləyir. Peyğəmbər istəyir mən daha gözəl həyatı yaşayayım, özü tanıdığı, layiqli, öz yerinə layiqli olan şəxsi gətirir, rəhbər təyin edir ki, mən daha gözəl həyatı yaşaya bilim. Amma insanların təyin etdiyi insanlar kim nə biləcək ki, filan kəs yaxşıdır, yoxsa yox. Hərəsinin bir xüsusiyyəti var. İnsanlar layiqli bir rəhbər təyin edə bilməz. Görürsünüz, Allaha qarşı olan dünya görüş, Peyğəmbərə olan dünya görüş dəyişildi. Birində elə bir ki, sanki Allah məni qəşəng, gözəl şəkildə düşünür, istəyir ki, xoşbəxt olum, istəyir ki, mən o mənəvi gözəlliklərdən tam məhrum olmayayım. Gəlir, deyir ki, yaxşı, başa düşdüm, mən sənə öz ilahi rəhbərimi, övliyamı göndərirəm. Peyğəmbər deyir ki, mən başa düşdüm, mən özümün yerində layiqli olan bir şəxsi göndərirəm. Amma sən məsələn gəlib deyirsən ki, yox, Allah Peyğəmbər gəldi, insanlara tapşırdı. Elə bir ki, nəsə bir balaca elə bir ki, bizə qarşı layiqlik oldu. Tapşırdı, gedin, nə hiss edin. Biz gətirdik, budur, dindir, şəriətdir, bunu oxuyun, budur, namazı qılın, orucu belə etsin, qalan dini hiss edin. İnsanlar gedin özü üçün rəhbər təyin edin. Dini bir rəhbər təyin edin. Yəni, o rəhbər ki, Allahın adı ilə danışacaq. O ilahi övliyə ki, Allahın adı ilə danışacaq. Allahın vəlisi olaraq Allahın adı ilə danışacaq. Amma sən mən bilmirik ki, Allahın vəlisidir, yoxsa yox. Çünki özümüz görürsünüz, nə qədər fərqli oldu. O mənəviyyat, bu mənəviyyat. Görürsünüz? Orada o mənəviyyatdır ki, çox da insanları düşünmür. Burada o mənəviyyatdır ki, insanları düşünür. Fərqli görürsünüz, dünya görüş dəyişdi. Ona görə Qədirxum hadisəsi həm də mənəvi bir yolun təyin olunmasıdır ki, Allah istəyir, Allah bizi düşünür. Düşünür, ona görə ki, yox, siz təyin etməyəcəksiniz, mən təyin edəcəm, mən seçəcəm, mən imam təyin edəcəm.
Və burada dua da təsir edir. Duanın oxunmasında da təsirli olur. Bir duada insan özünü biraz uzaq hiss edir. Ki, insanların təyin etdiyi Mövla, Vəli Allah ilə də yaxın deyil. Amma bir də var ki, Allaha ən yaxın olan Allah özü bildiyi bir Mövlanı təyin edir və onun gətirdiyi duanı oxunması fərqli yanaşma olur. Bu, o vəlinin gətirdiyi duadır. Bu, o vəlidən sirayət edən duadır ki, yəni o Allahla bağlılığı qırılmayıb. Peyğəmbərlə bağlılığı qırılmayıb. Yəni o Peyğəmbərdən gələn o vəhy xətti ki, düzdür, buna vəhy gəlmir, amma o vəhy xəttin o qoxusu, necə deyim, onun o dadı duzu gəlir keçir Peyğəmbərdən sonra təyin etdiyi şəxsin yerinə. Ruhiyyə, mənəviyyat fərqli olur. Qədr-xumu qəbul etsək və yaxud da etməsək. Mühüm olan Allahın mənəviyyatı ilə yaşamaqdır. Allahın mənəviyyatı ilə. Allah deyir ki, mənim mənəviyyatımdan yaşayacaqsan. Mənəviyyat nədir? Yəni məna. İnsan bir şeyə sahib olur, onun mənası olur. Allah deyir, mənim mənalandırdığım həyatla yaşayacaqsan, başqasını yox. Ona görə deyir ki, mən imam təyin edirəm. Allahın mənəviyyatıyla yaşamaq yoludur qədr-xum. Qədr-xum o xətti ki, orada Allahın mənəviyyatı ilə yaşayırsan. Ona görə deyir, neymətimi tamamladım. Yəni, Peyğəmbərin hissəsini tamamladım. Peyğəmbər o mənəviyyatı gətirdi. Peyğəmbər gözəl həyatı gətirdi. Dini gətirdi. Amma o din, daha doğrusu çox üzr istəyirəm. Bəli, Peyğəmbər elə dini gətirdi. Peyğəmbər özü bir neymət idi, belə deyək. Peyğəmbər özü neymət idi. Peyğəmbər neymət olaraq gəldi. Amma Peyğəmbər də bilirdi ki, o insanlara neymət olsa da insanlara, belə deyim, onun tamlığı Həzrət Əli əleyhissalamdandır. Ona görə neymətimi tamamladım. Dini göndərdim, Peyğəmbəri göndərdim, Peyğəmbər bir neymət idi. Əli əleyhissalamdan tamamlandı. Tamam. Bu demək deyil Peyğəmbər nöqsan. Nöqsan məna, bunlar bir həqiqətdir. Peyğəmbər deyir ki, biz eyni nurdanıq, eyni həqiqətdənik. Bir-birini tamamlayırlar. Ona görə deyir ki, neymətimi tamamladım. Peyğəmbərlik imamətlə tam olur. Peyğəmbərlikdən imamət doğar. O peyğəmbərlik tamdır ki, ondan sonra səmərəsi, baxın, peyğəmbərliyin səmərəsi odur ki, o peyğəmbərlikdən imamət doğsun. Amma sən imaməti qəbul etməyəndə, mən imaməti qəbul etməyəndə peyğəmbərliyin səmərəsini görmürük. Var səmərəsi, amma səmərəsini qəbul etmirsən. Qəbul eləmirik. Neymətimi tamamladım. Peyğəmbər imamətlə səni tamamladım. İmamətlə. Yenə deyirəm, bu demək deyil, Peyğəmbər nöqsanlıdır. Və yaxud da Həzrət Əli əleyhissalama ehtiyac var. Bunlar bir-birlərini tamamlayırlar. Tamamlıq dedik nədir? Bir hissənin digər hissəyə ehtiyacı olması. Bir hissənin başqa bir hissənin tamamlanması daha doğrusu. Peyğəmbər Əli əleyhissalamdan tamamlanır. Əli əleyhissalam da Peyğəmbərlə tamamlanır. Qədr-xumu qəbul etməyənlər yarımsıq mənəviyyatı qəbul edirlər. Yarımsıq bir mənəvi yolu qəbul edirlər. Qədr-xumu qəbul etməyənlər, Həzrət Əli əleyhissalamın vilayətini qəbul etməyənlər, bilirsiniz nə deyirlər onlar? Onlar elə bir ki, deyirlər ki, Peyğəmbər, ya Rəsulallah, bura qədər gəldin, bizə bu qədər bəsdir. Davamını gətirmə. Yəni, bu mənəviyyatın, həyatın gözəlliyinin davamını gətirmək etəyirsə, biz bura qədər qəbul. Yəni, səni yarımsıq qəbul edirik. Neymət tamamlanmır. Tam olaraq neyməti qəbul eləmirsən. Qədr-xumun mənası budur. Qədr-xumun mənası budur. Gətirirsən, neyməti tamamladım, yəni dini tamamladı, şəriəti tamamladı. Şəriətlə din olur. Şəriətlə din olmaz axı. Şəriətlə din olar, amma hər şeyi şəriətlə məhdudlaşdırmaq deyil axı. Zaten şəriət tamamlanmışdı. O başqa mövzuda istəmirəm, amma ixtilaflı məsələlərə gireyim. Sonra deyir ki, dini kamilə. Sonra deyəndə, yəni əvvəldə daha doğrusu deyirdi ki, əkməltu ləkum dinəkum, dini kamilləşdirdim. Yəni, Allah öz hədəfinə çatdı. İnsan üçün təyin etdiyi hədəfinə çatdı Allah. Allah istəyirdi ki, öz mənəviyyatını insanlara təqdim etsin. Allah istəyirdi ki, insanlara həqiqi bir mənəviyyatı təqdim etsin, deyir, tamamladım, vəssalam. Peyğəmbər idi, gətirdi mənəviyyatı, Əli əleyhissalam tamamlandı, vəssalam, din tamamlandı.
Din kamilləşdi, daha doğrusu. Kamilləşdi. Bu dini mən kamilləşdirdim, mənəviyyatı kamilləşdirdim. Yarımçıq idi, kamilləşdirdim. İndi isə gedin kamil bir mənəviyyatla dini yaşayın. İndi isə gedin kamil bir həyatı yaşayın. Kamil bir həyata tərəf üz tutun. Qədirxumda Həzrət Əli əleyhissalamı qəbul etməyənlər başa düşmədilər ki, onlar Peyğəmbəri əslində Peyğəmbəri nöqsanlı olaraq qəbul etdilər. Nöqsanlı olaraq qəbul etdilər. Qədirxumda Həzrət Əli əleyhissalamı qəbul etməyənlər başa düşmədilər ki, onlar dini nöqsanlı olaraq qəbul etdilər, kamil olaraq qəbul etmədilər. Peyğəmbərin yarımçıq qəbul etdilər. Peyğəmbər nemət olaraq Qədirxumda tamamladı. Allah onu nemət olaraq Qədirxumda tamamladı. Həzrət Əli də nemət olaraq tamamlandı. Bunlar bir-birinə qovuşaraq, nübüvvətlə imamət bir-birinə qovuşaraq bir tam olan nemət ortaya çıxdı və din kamilləşdi. Qədirxumda Əli əleyhissalamın vilayətini qəbul etməyənlər, ona görə gəldi, nə oldu? Gəldilər Peyğəmbəri, indiyənə qədər məsələn onu qəbul etməyənlər, o hadisəni qəbul etməyənlər Peyğəmbəri görürsən düzgün başa düşmürlər. Anlamırlar. Görürsən ki, bəzən Peyğəmbəri nöqsanlı kimi qəbul edirlər. Elə şey danışırlar Peyğəmbər barəsində məsələn. Peyğəmbərin adi, necə deyim, bəzən bayaq dedim, elə baxılırsan ki, görürsən ki, Peyğəmbər sanki ümməti düşünmədi, amma başqası gəlir ümməti düşünür. Peyğəmbər ümməti düşünmədi. Peyğəmbər insanları düşünmədi, özündən sonra xəlifə təyin etmədi. Yəni görürsən, nöqsanlı bir Peyğəmbər kimi ortaya çıxır. Mənəvi yolun maneə yaradırsan, xətt çəkirsən ki, yox, bura qədər kifayətdir. Peyğəmbər deyir, kifayət deyil. Peyğəmbər deyir, kifayət deyil. Burada olanlar, burada olmayanlara çatdırmalıdır. Mənim gətirdiyim din tamam olmalıdır, kamilləşməlidir. Mənim gətirdiyim mənəviyyat kamilləşməlidir. Mənim gətirdiyim dəyərlər kamilləşməlidir. Tamamlanmalıdır. Yox. Burada olanlar, burada olmayanlara çatdırmalıdır. Ona görə deyirik, Allah Quranda deyir ki, bəlliğ mə unzilə ileyk. Ey Peyğəmbər, sənə çatdırılanı insanlara çatdır. İnsanlara təbliğ elə. Bunu, yəni Həzrət Əlinin vilayəti insanlara çatdır. Çatdırmazsan, elə bil ki, neçə il risaləti, neçə il din təbliğ eləmişsən, neçə il Peyğəmbərliyi eləmişsən, insanlara din gətirmişsən, elə bil ki, onların heç birini eləməmişsən. Elə bilsən ki, baxırsan ki, sanki Allahın Peyğəmbərlə bir şəxsi qərəzliyi var ki, yəni bunu oxşuyur ki, Peyğəmbər eləməsən, bunu çatdırmasan, sən heç bir şeyini qəbul eləməyəsən. Əziyyətləri qəbul, yox, o mənada deyil bu. Bilirsiniz nə mənadadır? Bu o mənadadır ki, yəni Peyğəmbər, ya Rəsulum, sən əgər bunu çatdırmasan, təbliğ etməsən, bilsən nə baş verəcək? Hər şey nöqsanlı olacaq. Mənəvi yol nöqsanlı olacaq. Hər şey nöqsanlı şəkildə çatacaq. Sən tamlığınla çatmayacaqsan onlara. Belə olduğu təqdirdə sənin o boyda əziyyətin hədər gedəcək. Başqa bir şey çatdırmaq istəyir, amma ola başqa şey başa düşəcək. O boyda hədər gedəcək. Ona görə deyir ki, sənə çatdırılanı təbliğ elə, təbliğ eləməmsən, eləməzsən, neçə ildir sən Peyğəmbərlik eləməmsən. Yəni çatdırmasın onlara, nöqsanlı olacaqsan. Elə bir ki, nöqsanlı bir Peyğəmbər olmuşsan. Elə bir gətirdiyin danışdıqların, bu əziyyətlər mənasız olacaq axı. Axı sənin hədəfin o deyil. Hədəfin odur ki, kamil bir mənəviyyat çatdırasan insanlara. Kamil bir. Hədəfin odur ki, Peyğəmbərin, o rəhmət olan Peyğəmbərini burada da görsünlər ki, bütün ümməti qiyamətə qədər olan insanları düşünürsən və ilahi xəlifə təyin edirsən öz yerivə. Bunu eləmədiyin təqdirdə onda nöqsanlı olacaqsan axı. Rəhmətən lil aləmin olmayacaqsan, o nöqsanlı qalacaq. Neçə ildir Peyğəmbər eləmirsən, nöqsanlı olacaq. Qədirxum bu qədər ciddi bir məsələdir. İndi söz nədir? Söz budur ki, bunu deyim, yekunlaşdırıram. Söz budur ki, hər birimiz məsuliyyət daşıyırıq. Hər birimiz məsuliyyət daşıyırıq ki, Qədirxumu insanlara çatdıraq və hər birimiz məsuliyyət daşıyırıq ki, Qədirxumu təhrif eləyək. Qədirxumu təhrif eləsək, bilirsiniz nə böyük məsuliyyət daşıyırıq? And ola Allah, çox böyük bir məsuliyyət daşıyacaq ki, sən necə bunu təhrif elədin?
Qədirxumu təhrif eləmək peyğəmbəri təhrif eləməkdir. Qədirxumu təhrif eləmək peyğəmbərin mənəvi yolunu təhrif eləməkdir. Qədirxumu təhrif eləmək, dəyişmək Allah dəyişməkdir. Allahı təhrif eləməkdir. Yəni gör sən məsuliyyət daşıyırsan bunda. Qiyamətdə buna sən cavabdeh olacaqsan. Mən cavabdeh olacağam. Mən də cavabdeh olacağam ki, niyə çatdırmadın insanlara? Niyə çatdırmadın? Bir də dostlardan biri ilə danışırdım. Çox təəccübləndim ki, dedi ki, gəl bu Qədirxum barəsində danışırıq. Dedi ki, gəl bu Qədirxum barəsində danışmayaq. Dedim, niyə? Deyir, artıq nə qədər mühüm bir məsələdir. Yəni, ötüb keçib. Bizə bir dəqiqə bu vacib deyil. Başqa şeylərdən danışır. Vacib olan gündən başqa şeylərdir. Yəni, mənim də əlim ağzımda qaldı ki, yəni, bu nə danışır? Sən nə danışırsan? Elə hər şey Qədirxumdan başlayır da. Hər şey oradan başlayır. Dedim ki, sən Peyğəmbərin, bəs bu sözünü neynirsən? Peyğəmbər deyir, burada olanlar burada olmayanlara çatdırır. Bu, sən necə buna sadə yanaşarsan? Sən Peyğəmbərə necə iftira atarsan? Sən Peyğəmbər barəsində necə deyə bilərsən ki, lazımsız şey danışıb, çox mühüm deyil? Ayıbdır bunu, yəni Peyğəmbər barəsində deyə. Nə qədər mühümdür, üzərindən keçib başqa daha mühüm məsələ var. Yoxdur başqa mühüm məsələ, mühüm məsələ budur. Mühüm məsələ budur. Bu məsələ bizim mənəvi yolumuzu təyin edir. Allaha olan dünya görüşümüzü təyin edir. Peyğəmbər olan dünya görüşümüzü təyin edir. Əli əleyhissalamın vilayətini araşdırmaq, Qədirxum barəsində danışmaq, bunu araşdırıb danışmaq mühüm bir məsələdir. Qədirxum barəsində danışmaq ixtilaf yaratmaq deyil. Qədirxum barəsində danışmaq bilirsiniz nədir? Mənəviyyatdan bəhrələnməkdir. Mənəvi bir iş görməkdir. Zikru aliyyin ibadə. Əlini zikr etmək ibadətdir də, deyir. Mən Qədirxumda Əli əleyhissalamı zikr edirəm. Onun barəsində danışıram. Bu bir mənəvi məclisdir, mənəvi müzakirədir. Qorxmaq lazım deyil bundan, uzaqlaşa bari. Təbii mən yenə deyirəm, gəlib bizə ixtilaf yaratmaq istəyirlər, müsəlmanları bir-birinə vurmaq istəyirlər. Bu düzdür, razıyam. Amma biz özümüz həll edəcəyik. Belə olmamalıdır, bir-birimizi söyək, təhqir eləyək, sən batilsən, o batil yox. Mehriban iki qardaş bir araya yığılıb müzakirə eləyir. Bu normaldır. Yox, ixtilafa səbəb olmamalıdır. Deyil bu. Həqiqəti araşdırır. Bizim də səhvimiz ola bilər. Onlar da gəlib bizə səhvimiz deyə bilər məsələn. Və bu normal bir şeydir. Allah bizləri Həzrət Əli əleyhissalamın vilayətindən ayrı salmasın. Allahumma inna nəs'aluka və nəd'uk bismikəl azim əl-əzəm əl-əzzəl əcəl əkram və bi'aliyyin. Ya Allah, 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 ya Allah. İlahələrimizi namüd qaytarma, amin deyən dillərimizi lal öldürmə, bağışlamamış bizləri qəbir evinə göndərmə, qəbrimizin ilk gecəsində Əli əleyhissalama başımızın üzərində hazır elə, dünya və axirət bizləri Həzrət Əlidən ayrı salma, bizləri onun vilayətini qəbul edənlərdən qərar ver. İlahi, qiyamətdə bizlərə Həzrət Əli əleyhissalamın şəfaətini nəsib elə, çətinlikdə olanların çətinliklərini həll elə, xəstə olanlar var, onlara tezliklə şəfa ver. Şəhidlərimizi Kərbəla şəhidlərindən məşhur elə, ilahi. Qazilərimizə tezliklə şəfa ver, onların valideynlərinə səbir, inayət elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə, Azərbaycan düşmənlərinə lənət elə, dünyanın hər yerində ki, müsəlmanlara, körpə uşaqlara zülm edirlər, zəlil məhvi nabud elə. İlahi, dünyanın hər yerindəki müsəlmanlara, İslama, dinə xidmət edirlər, onlara daha da müvəffəq elə. İmam Zaman əleyhissalamın zuhrunu tez elə, ağanın qəlbi bizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihəti mə'əs-salavat. Allahümme salli ala Muhammedin və alih.